Siz değerli qəhrəman anaları, Azərbaycanın ən müqəddəs qəhrəman analarsınız. Bugün Azərbaycan sizlərlə fəxr edir. Çünki elə bir analarsınız ki, bugün Azərbaycan torpağında rahat gəziriksə, 3 rəyli bayrağımız dalğalanırsa, sizin kimi gözü yaşlı analara borcluyuq. Bugün vətən uğrunda canından keçən Osman qardaşımızın mövlud günüdür. Mövludu mübarək olsun. Allah şəhidimizin ruhunu şad eləsin. Cənnətdəki mövludu mübarək. Aynen ana, istərdik ki... Allah köməyin olsun, misal, xoş gəlmişsən. Allah Osman balamın ad günü mübarək eləsin. Allah bu evdə onun balalarına toy nəsib eləsin. Amin. Məktəbə girsinlər, atalarının adına layiq bala olsunlar. Allah arxasına, anasına səbir versin. Amin. Oğul itkisi çətin şeydir. Hər adamın çəkəsi bir şey deyil. Ancaq bir zaman düşünəndə ki, dəyərli bir itkidir. Ancaq mən öz təcrübəmlə, öz gördüyüm əməllərlə bilirəm ki, misal, onlar sağdır. Hər atdığımız duzdan xəbərləri var. Evdə bişən yeməkdən xəbərləri var. Ona görə mən həmişə analara deyirəm, ona aid elə gözəl şənlə keçirdək ki, gələndə məyus qayıtmasınlar. Allah yeganə, bala üzü ağ eləsin. Allah anasına da rəhm eləsin, atasına da rəhm eləsin. Allah sənin kimi bir xanım onun rastına çıxardıb, bütün gəlinlər hayf oldu deyə demirəm elə tək bir yeganə bir sən. Yəni, ömürləri yarı qaldı, qara saçların ağ örəcəklər, onlara bala böyüdəcəklər, dəyərli. Ancaq bir zaman fikirləşib bilmək lazımdır ki, mən bu körpəni bu əziyyətlə böyüdürəmsə, mənə çörək qoyan oğlan da bu ananın əziyyətlə böyüdür, bu balanı böyüdür. Bəzən düşünmək lazımdır ki, bu oğlun anasında heç vaxt yaddan çıxartmaq olmaz. O da əziyyətlə bala böyütdü, qurban verdi. Mənə istirahat, ev, çörək, bala nəsib elədi. Allah hamısına səbir versin. Allah yurdunda qalan balaların xoşbaxt eləsin. Amin. Allah yeganə sənə xeyirli uzun ömür versin, qızım. Sən, o birisi gəlinlərimiz, hamısı dəyərli gəlinlərdir. Yoldaşları gedən gündən başlarına qara salıb, başı aşağı qaynanaların böyründə dəyərlə yaşayan dəyərli gəlinlərsiniz. Biz hələ bizim yanımızda olan gəlinlərimiz var. Südabənin gəlinidir, Gülşənin gəlinidir, yeganədir. O birisi gəlinlər, mənim gəlinim, Firaya xanımın gəlini, hamımızın gəlinləri var da, Cəmilə xanımın gəlinləri. Arzu. Hə, Arzu balam müəllimə, İlhamə xanımın gəlinidir. Hamısı Azərbaycan yoluna qurban gedən bir oğula övlad böyüdür. Allah üzlərini ağ eləsin. Onların dəyəri böyütdüyü balalar, balamızın pulu ilə də böyütsələr. Ancaq heç olmasa onlara layiq bala böyütsünlər. Səhər barmaqla göstərib deməsin ki, bu vardan dövlətdən bu balanın ortalığa çıxartdığına bax. Yeganə, Allah üzü ağ eləsin bala. Allah sizi baxtəvər eləsin. Əl üzdəki balalara Allah sizə axıracan xeyri versin. Yoldaşın mövludu mübarək olsun. Süfrəsi mübarək olsun bala. Allah üzü ağ eləsin. Mən həmişə gəlinlərimlə həmişə fəxr edirəm ki, yaxşı gəlin oğul əvəzidir. İnsanı darıxmağa qoymur. Sağ ol yeganə. Allah səni baxtəvər eləsin. Sən də sağ ol bala. Borcumdur. Allah sənin də qabağı oğlanlardan abırı gəlin nəsib eləsin. Çok sağ ol, var ol. Allah köməyin olsun, Allah sizi var eləsin. Buyurun nənə. Mübarək olsun. Buyur anam. Öncümədir, başa dönərəm. Dedilər 3 nəfər danışdınaq ona görə. Allah Osman balamızı mövludu mübarək eləsin. Allah onun yoldaşına, anasına, atasına səbir versin. Balaların yerində bərqərar eləsin. Oğul, qız. Allahın verdiyi paydır. Bəli, yoldaşı da bir ata əvəzi kimi bu ocaqda daimi o uşaqların başının üstündə olsun. Amin. Allah onları baxtəvər eləsin. Amin. Allah əhli beytdən şəhidlərimizi ayrı salmasın. Amin. Sağ ol bala. Allah Var səndən də olasın. razı olsun. Allah sənin də gəlin. Üçüncü Bugünkü gündə yəni mən də zəhmət çəkib Osmanı böyütmüşəm. Uşaq vaxt qardaşımın balasıdır. Yəni uşaq saxlamağı Osmanı saxlayıb öyrənmişəm. Yəni mənim üçün çox ağır itkidir. Mən elə bir oktyabrın 2-sində Ruslan gəlib, 4-ündə Osman gəlib. Mənim üçün çox vallahi mənə demir, yəni qardaş balasıdır, qeyridir. Vallahi mən hamısını deyirəm, hər kəsənin öz valideyni dərdini çəkər. Dedim, Arif şeydir, Osmandan qorxuram ha.
Dedi ana qorxma, onlar səngəriyyat təmizdir. Pişi olsa biz gedəcəyik qabaqda. Osman gil getməyəcək. Sağ ol. Qorxma Osmanın əsəri. O da bilirdi mən Osmanı çox istəyirəm. Hamısı bilirdi. Sağ ol. Yarozor. Uşaq vaxtı onun çox onunla yaxşı günlərimiz keçib. Ona görə mənim üçün ağırdı. Osmanın bugünkü mövlud mübarək olsun. Amin. Allah onun bağların yerində bərqərar eləsin. Amin. Osmanın da ruhu gəlsin, görsün. Şad olsun. Şad olsun. Yəni bağlarından arxain olsun. Allah bütün analara səbir versin. Hamımızın balasına mən qurban, mənim 2 balam gedib də, 2 dənəm gedib. Yəni Ruslandan da çox Osman məni ağrıdır, yəni eşitdiyimə, bildiyimə görə. Osman çox pis, yəni dərdi çox çətin, böyük bir şeydir. Yəni onun gəlişi var idi, o gəlişi aparanda az qaldı əllərindən düşsün. Uşaq getmək istəmir qardaşlarına. Həmin günü görsəydik, Allaha and olsun, yəni o mənim yadımdan çıxmır. Allah bütün şəhidlərin məkanı cənnət eləsin. Olsun bibim qurban sənə. Sənin bugünkü mövludun mübarək olsun. Bax, sən bu evi zəhmətlə tikdin. Heç sən orada oxay deyib oturmadın bala. Allah məkanı cənnət eləsin. Ruhun şad eləsin. Ruhun bağlara duası olsun. Amin. Allah sənə də canı salamat etsin. Yəni Allah sənə səbir versin. Allah qardaşıma da, qardaşımın yoldaşına da səbir versin. Allah səni üzə Allah hamımıza səbir versin. Allah nə deyim, ay Vüsal, nə deyim, mənim üçün çox, bu gecə səhərə qədər yatmamışam, Allah'ın olsun. Allah səbir versin anam. Qarşında baş əyirik, Allah sizi varsa. Şəhidimizin adına tort pişirilib dedilər. O tortu da gülər üzrən kəsəyin. Çünki qardaşımızın bugün mövlud günüdür. Vətən uğrunda canına keçib. Sizin övladlarınız həqiqətən reallıq budur. Zaman keçsə, əsr ötsə də sizin övladlarınız hər bir insanın qəlbində yaşayacaq. Biz ömrümüz bitəndən sonra, bir ildən sonra yaddan çıxacaq. Ancaq sizin kimi anaların övladları bir qəhrəmandır. Azərbaycana tarix yazdılar. Siz o övladlarla həqiqətən də fəxr edin. Bu günləri görürsünüz, qəzalar olur. Övladları dünyasını dəyişir. O övladların ataları görürsünüz nə deyir? Deyir, çaş övladım şəhid olaydı. Siz elə igidlərin analarsınız. Qarşınızda baş əyirəm. Allah sizi var eləsin. Allah sizə ilk öncə can sağlığı versin. Sonra sizə səbir versin. Sizlərin ocağında, xeyir işlərdə iştirak edək, çəkək, işqilandıraq. Siz Azərbaycanın üzün güldürən analarsınız. Siz Azərbaycanın 3 rəyli bayrağın dalğalandıran övladların analarsınız. Biz sizlərlə fəxr edib qürur keçirdirik. Var olun, dəyərli analar. Tortu kəsəyin inşallah qəhrəman şəhidimizin adına pişirin. Və qəhrəmanımızın övladı buradadır, əmanəti buradadır. Qoy bir-iki kəlmə də əmanətdən götürək. Çünki bizim